Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Hamınızı xoş gördük. Bəli, sizi eyni vaxtda, eyni zamanda və eyni məkandan salamlayıram. MTV kanalında etiraf verilişinin artıq bu günləri verilişinə başlayırıq və siz də biləcəksiniz ki, bugün qonağımız kim olacaq. Xoş gəlmişsiniz. Çox sağ olun. Dəyərli sənətkarımız. Çoxdan da görüşmürük. Yusuf müəllim, Can. neçə il bundan qabaq siz etirafda olmuşsunuz? Müəllim, Təxminən. qonşu kanal dedi o müəllim. Hə, bilirəm. 15 il çəkər bəlkə də. 15 il, 16 il. Olar, hə. Özü dəfələrlə olmuşsunuz. Bəli. Taliyə yollarında da Sizin olmuşsunuz. həmişə verişlər üçün müəllim çağırdı olun. Həmişə sizin verişlər sensasiya yaradıb. Ona görə Allah sizi salamat eləsin, var olasınız. Qoy bu verişlər şükür Allaha belə necə olub elə uğur olacaq Allah. Yusuf müəllim doğrudan da dəyərli insandır, dəyərli şəxsiyyətdir. Yusuf müəllim elə bir gözəl insandır ki, keçən dəfə bir yerdə söz danışıldı. Dedim ki, vaxt olub o vaxtlar. Yusuf müəllim calanlaşır, gözəl, özü yaraşıqlı bir kişi olub. Açığı deyim, açığı deyim. Saçlar qara, buğlar qara, sonra ağ şalvar, qəşək qırmızı köynək. And olsun Allaha, cəmaat hamısı o palatka toylarında Yusuf müəllimə o da belə şeyə baxırdılar ki, vidinə, səsinə, gözəl. Özdəki elə insanlar olub ki, Yusuf müəllimin o günü, çünki 30 günün 30'u da dolu idi. Adamlar var ki, 3 ay toyun saxlayırdı ki, Yusuf müəllimin nə vaxtı olacaq. Yəni, belə vaxtlar olub. Elə şükür Allaha, Allahıma çox şükürəm. Elə indi də elə bir şey var. Bəli. Elə bir şey olacaq da, niyə də olmasın? Sənət ayrı şeydir. Sənət ayrı şeydir. Mən yadıma gəlir ki, siz o əməkdar artisti neçə il bundan qabaq almışsınız? 2015-ci ildə əməkdar artisti olmuşam. 2015-ci ildə. Çünki o vaxtı siz etirafa gələndə əməkdar deyildiniz. Deyildim, yox. İnanın ki, mən özüm utanırdım. 60 illiyində Allah qismət elədi, əməkdar oldum. Şükür. İndi Allah ömür versə bu ildə 70 ildir inşallah. Allahın köməklə, siz onu yadınızda saxlayın ki, etiraf verişinə gələndən sonra olur hər şey. Valla, indi sınayın da bunu da. İnşallah. İnşallah, xeyriniz olsun. Necəsiz? Yaxşılıdır, şükür Allaha. Özünüzü necə hiss edirsiniz? İşte bu maşallah, əla. Yaxşı özüm üçün məxfi yerlər var. Dəniz qırağında. Məxfi yer deyirik, Bilcə kardioloji mərkəz var. Siz elə ömrü boyu ora gedirsiniz də. Hər gün düz gedib orada qala bilmirəm. Mənə çox dostlarım deyir ki, nə yaxşı dəniz qırağından bir də özü üçün bağ evi almırsan. Deyirəm, varam, mən tənhalıqdan qorxuram. Neynəm bağ evini, şükür Allaha, gedim o Bilgədə çal-çağır yerdə, orada otururam, gəzirəm, 5-6 saat gəzirəm, gündə bir 8 kilometr, 10 kilometr gəzirəm, çıxıb gəlirəm evimə. Axşamda nəvələrin yanına gəlirəm. Maşallah, Yusuf müəllim, mən yadıma gəlir ki, mən ən axırıncı dəfə demək, 15 il bundan qabaq, mən kardiologiya sanatoriyasında olanda, sizlə orada həyətdə görüşdük. Mən həmişə orada olmuşum. Yenə də oranın havası başladı. Yay qış, İlhan müəllim, maraqlıdır, qar vurur yerə mən oradayım. Gün içində oradayım, yağışda oradayım. Hər gün gedirsin? Hər gün gedirəm. Sən Allah. Yusun cansı, hər gün. Məsələn, dünən işim vardı, məsələn, gedəmədim. İsrailin oradaydım, ondan qabaqçın oradaydım. Özdə, İlhan müəllim, gözəl orada bir yenidən qurmadı, qəşəng abadlıq yaradırlar orada. Halal olsun, belə bu bizim təzə bu Allah canın sağlığı konfederasiyası sədri Sahib Məmmədov gözəl işlər gördü orada. Orada bir afiyyətin həkim var. Məsələn, bütün baxırsan, həmin o konfederasiya həmkarlar təşkilatının bütün kollektiv oradadılar. Elə baxırsan ancaq bax, iş üstündədirlər. Elə mənə ləzzət verir. Yəni, gözəl-gözəl bir abadlı işlər görürlər. Özünüz necəsiz? Özüm yaxşıyam, şükür Allaha. Allahın verdiyindən. Neçə evladınız var? Mən də 3 övlad, şükür Allaha. 3 evlad, neçə nəvə? 10 dənə nəvədir, şükür Allaha. Nəticə varmı? Yox, hələ ora hələ az qalır. İnşallah. İnşallah o da olacaq. Nəvələrim hələ 15 yaşlardadır belə bax. Sizin o qədər ürəyiniz genişdir ki, inşallah Allah sizə nəticə də qismət edəsin. İnşallah. Bilirsiniz, sizə bir söz deyim. Sizin kimi o pokoleniyadan, sizin o həm yaşıtlarınız kimi sənətkarları görəndə mən sevinirəm. Vallahi sevinirəm, inanın. Çünki sizin hər birinizin dırnağına daş dəyəndə elə biləm mənim ürəyimə dəyir. Çünki gözümün qabağında artıq o. 5-10 nəfər qalmışıq da, yəni üzdə olan sənət adamları. Amma yaxşı millət, ancaq aramızda çətin insanlar var. Var. İnanırsan İlhan müəllim,
elə o rəylərdə elə şeylər yazırlar. Elə bil ki, mən onların dədəsinin çörəyini yeyirəm, onların çörəyini yeyirəm. Şükür Allah, özüm Bəli. Şükür. bilirdim ki, mən yaşlaşanda bizim millətimiz biraz yaşlı adama hamın demirəm, ha, hamıya şamil eləmirəm. Bəziləri o müəyyən ünsürlər var. Bəli, bəli, bəzi ünsürlər, qara fikirli insanlar. Bəli. Məsələn, bilirdim, mən ona dedim ki, Allah. Çünki əsas yaşlaşandan sonra insana maddiyyət lazımdır. Təbii. Gedib ki, məsələn, mən Deyir qapısını ki, döyürəm. cavanlıqda canını saxla, yaşlıqda lazım olar. Bəli. Cavanlıqda maddiyyət qazan, yaşlıqda lazım olar. Aha. Atalarımız deyib Bəli. bunu. Ona görə də ağıllı insanlar, müdrik insanlar həm canını qoruyur, həm də maddi insan o Ruslarda deyirlər, Azərbaycanda Allah qara gün qismət eləməsin, deyir, qara günsün. Yəni canın üçün saxlayırsan ki, özü üçün heç kimə möhtəc. Allah ölənləri rəhmət etsin, mənim rəhmətli nənəm sizdən iraq, sizdən Allah iraq. rəhmət etsin. Yəni tək Allah onun ömrü qədər sizə ömür versin. 100 neçə yaşında rəhmətə getdi. Özünün kəfənindən belə alıb qoymuşdu. Pulundan belə yığmışdı ki, mən oğla, qıza heç kimə möhtac olmayayım. Hər şeyim var. Yəni ağıllı adamlar belədir. Amma qara fikirli insanlar deyirlər ki, yaşlaşıb ki, otur. Niyə? Sənətkarın yaşı yoxdur. Sənətkar televiziyada olmalıdır. Sənətkar ev içində olmalıdır, həyatda olmalıdır. Bizim işimiz budur. Allah verdiyi ömrü yaşayırsınız. Mən konversat deyirəm, gedib harasa məsələn bir yerdə alverlə məşğul olum, məsələn ticarətlə məşğul olum. Mənim sənətim budur. Bəli. Adətən gəzən efirə çox çıxanda deyirlər, bu nədir bu, elə bu gündə bu insanlar efirdədir. Nə qayra işimiz budur da bizim qardaşlar. Deyir, belə bir Həzrət Əlinin bir deyimi var, onu son dövrdə elə əzbərləmişəm. Deyir ki, insanlara yaxınlaşdıqca, təmasda olduqca tənhalaşıram. Bəli. Bax, onun əlindən mənim gülüm o bilgədədir. İnsanlardan uzaq olan. Bu yaxında Fikrət Qocanın mənə bir dostum şeirin yazdığı, Yaşar müəllim var, köhnə polis işçidir, Allah cana canlıqsın. Deyir ki, sığındığım bu damdır. Sığındığım bu damdır. Bəli. Damma da yağış damdır. Yəni, otduğum damda yağış damdır. Yağış damdır. Bəli. Hara baxsan adamdır. Amma mən insan axtarıram. Mən yaxşı insan axtarıram. Yəni, insanları qocatmayan, insanlara pozitiv enerji ötürən insanlar axtarıram. Gedəm, orada da görsən, Bilgədə gəzirəm də özüm üçün cürbəcür geyimdə oluram. Mən bura belə formada getməyəcəm ki, müəyyən üçün elə insan var. Elə iynəli söz deyirəm, qardaş, sənə qurban olun. Mən bura gəlmişəm, özüm üçün istirahət edeyim. Gəlmişəm burada, bu ağaclığın arasında gəzirəm, Allahımdan sağlam can istəyirəm, ruzu bərəkət istəyirəm. Burada da nə olar, belə söz demirəm, qardaş qurban. Elə bil ki, özüm bilməmişəm indilər ki, mənim saçım ağarım. Mənim bu saçımın ağlığında insanlar var, başıma qaxınca ilə ilan mənlə. Niyə? Yəni, cileylənmə deyir, nə bilim də insanlar var. O saçların hər biri öz sözün deyib. Sizin həyatınız, sizin yaradıcılığınız, sizin yaşam tərziniz, sizin xalqa, dövlətə verdiyiniz evladlar, verdiyiniz töhfələr, siz artıq öz imzanızı atmışsınız və qurban olum o axşaşların hər birinə. Amma şükür, İlhan müəllim, sözlü kəsdim. Buyurun, buyurun. Mən fəxrəm ki, mən Azərbaycanda vətəndaşıyam. Məsələn, hara gedirəm, arxayınam ki, mənim göydə Allah, yerdə dövlətim, polisim var. Həmişə bizə, məsələn, qoymurlar o müəyyən, o bəd fikri insanlarla haradasa oturasan. 90-cı illərdə yalnız durardı, biz evdən bayra çıxalım, müəllim. Ona elə qurban olum Allaha. Biz bu günlərin qədrini bilməliyik, müəllim. Vallahi gözəl zaman. Amma Yusuf bəlim, zaman düzdür. Deyir ki, zaman həmən zamandır. Amma gəlin açıq etiraf eləyək ki, biz artıq, mən özümü də deyirəm, yəni artıq yarım əsr keçmişik. Mən elə, məsəl üçün, deyəndə, yəni gəldim, yeni yetimi idim də, siz elə o cavan vaxtınız, mənim gözümün qabağında gəldiniz belə. Yəni, o deyən adamların ataları yaşlılaşmır, anaları yaşlılaşmır. Adam yaşlaşanda, yaşlı ananızı aparıb atırsınız çölə. Day da yaşlıların ayağındadır bərəkət. Bərəkət. Valla, deyir, axsaqqalsız nə ola bilər? Qabaq yaduza gəlir də, deyir, Allah yerdə oturur, böyüsüz yerdə oturma. Böyüsüz yerdə oturma. Qabaq adi bir toyumuz olurdu, bir məclisimiz olurdu, bir şəhərimiz olurdu. Ağsaqqallar yığışırdı, məsləhət verirdi, bunu belirin, bunu belirin, bunu belirin. Evimizin sirrini ağsaqqallar qan yatızdırırdı. Efirlərə çıxartmırdıq ailə problemlərini. Ancaq öz içimizdə hamının ailəsində söz söhbət olur. Amma gəlin açıq etiraf eləyək ki, qabaqki insanlarla indiki insanların çox fərqi var. Müəllim, o da sözün dünya dəyişikdə bu
sosial şəbəkələr, Bəli. bu TikTokdur, nədir çıx görsən, demirəm nə qədər Bəli. ailələr görsən, Bəli, bəli. belə yarı yolda qalırlar. Yəni o yağıb, o körpə uşaqlar, o məsum körpələr Bəli. qabla bu dəqiqə neynəsinlər, ata burada, ana orada, Allah uzaq eləsin. Amin. Amma o müəyyən yerlərdədir. Amma ümumə götürəndə Azərbaycanımızda ailələrdə xoşbəxtdir, Bəli, dağlarda xoşbəxtdir. bəli. Yəni o deyir ki, gəminin kapitanının əgər ağlı yerində olsa, Allahdan qəza gəlməsə, o gəmi qəzaya uğramaz. Təbii. Ona görə məsələn biz Azərbaycan bölgələrinə gedirik də, Bəli. həmin ailələr, həmin uşaqlar, həmin mehribançılıq, həm bu sosial şəbəkələr məhv elədi insanları. Bundan qabaq kinoteatrlar vardı. Yusuf bəy, bax, mən bundan razılaşmıram. Niyə görə? Ay Yusuf bəy, qurban olum sizə. Bax, nə olsun indi biz sivilizasiyaya doğru gedirik, biz Avropaya doğru gedirik, biz yeniləşirik, müasirləşirik. Amma bunu olsa belə, deməli bu artıq o bəzi insanların qanında var idi. İçizin O aşırı, maskaları pərdəni cırıldı. bəli, Maskaları cırıldı. Əvvəl də belə şeylər var idi. Yenə də məsəl üçün insanlar var ki, görür orada Yusuf Mustafayev gəlir, görür orada məsəl üçün bir ağsaqqal, ağbirçək, məsələn yaşlı sənətkar gəlir, qalxırsan ayağa. Bax mən verilişdim. Siz girdiniz içəri, mən qalxdım ayağa. Bu mənim Nə borcumdur. olar? Mən özüm, bax Allah bağları saxlasın. Sizi Mən özüm görürəm, efirdə otururam, deyirəm cavan oğlan gəlir efirə. Cavan qız gəlir də müğənni məsələn oturmuşam mən qabada. Mən onun dik ayağına qalxıram. Mənə insanlar onu irad tuturlar. Yo, niyə? Siz öz böyüklüyünüzü göstərirsiniz. Sən elə bil ki, valideynin sən orada efirdə oturub sənin tərbiyə baxır. Bəli. Sənin övladın baxır, nəvin baxır. Məsələn, mənim öz evimdə, eşimdə məsələn belə bir qayda qanun var. İgirim də mən evə gedirəm, igirim bağlarım qalxmalıdır. Çünki tərbiyə onu görüblər. Tərbiyə onu görüblər. Mən bunu eləyirəm. Tərbiyə onu Ya müəllim, görüblər. bunu da mənə irad tutur. Deyirəm, mən neyinim? Heç nə. Deyir, bir söz var, qurban sənə. Deyir, qabaqda gedirəm, bici deyirlər. Arkada qalıram, cic deyirlər, da dalın demirəm. Hə, bəli. Ne bilim, ay insanlar. Ay. Yaşamaq istəyir, nə olar, qurban sizə. İmkan verin, Allah yaşayalım. köməyiniz olsun, nə olar. Sizdən çörək istəyən yox, su istəyən yox. Nə olar, xətimcə dəyməyən də, belə sizə bir əmir kimi bu ağ saçlarından yalvarıram. İnsanlar, qurban olun sizə. Azarınızı alım, başınıza dönüm. Qoyun yaşıq Allahın verdiyi ömrü. Yusuf müəllim, qurban olum sizə. Can. Siz o verilişlər gedirsə, o altdan o yazılan kommentlərə baxmayın. Mən bədbəxtəm, mən baxmayın ona. Onları yazan Yox, bilirsiniz son dövrdə kimdir? baxmıram. Sizə qurban olum. Onları yazanların, bax and olsun Allaha, onların yazanların ailəsində tərbiyə yox. Onları yazanların heç atası bilinmir. Onları yazanların ailəsi bütöv deyil. Tərbiyə görməmiş adamlardır. Öz atasına, anasına qiymət verən, dəyər verən insan heç vaxt heç kimin altından pis şərh yazmaz. Allah belə baloyu saxlasın. Mən sizə onu deyirəm. Mən balo dedi, yadıma düşdü. Əzizlərim, mən onu da deyim ki, mənim toyumu demək olar ki, ay İsməlim, toyumu siz elədinizlər, siz Bəli, oxudunuz. Allah sizi xoşbəxt eləsin. Sonra oğlumun bir yaşı oldu. Bəli, Həsən balanı, Həsənin, Həsən onun qədərsini alıb. bəli. Maşallah, tərbiyəli oğlum var, boylu buxunlu, Allah saxlasın. 23 yaşı var Həsənin. Maşallah, maşallah. O mahnı var idi, Həsən Həsən bala. bala. Neçə il bundan qabaq, 1 yaşında. Bir yaşında. Bir yaşında. Hə. Bir İcazə yaşında. verirsiniz elə həmin o səpkidə, icazə verirsiniz bu günləri o mahnı bilir oxuyaram. Buyurun, oxuyaq. İcazə özünə. Həsən bala indi universiteti qutarıb, Maşallah. magistraturaya girib Maşallah. indi. Gəlib onun toyunda bir İnşallah baba kimi. Allah özü kömək olsun, Allah sizə uzun ömür versin. Var olun. Onun toyunda elə siz olasınız Bir baba inşallah. kimi burada bir xeyir dua verin. Elə baba kimi də, belə necə sənətkar kimi də, inşallah. Belə Allah Həsən balanı saxlasın, onun inşallah toyun görək və Amin. buradan Cümşid müəllimə deyirəm, Allah o rəhmət eləsin. Amin. Mənim dostum olub, əzizim olub, qardaşım olub. Gözəl Borsalı elinin balası idi, Bəli, düzdür, bəli. yaxşı insandı, yaxşı ağsaqqal idi. Allah bağlarına, nəvələrinə, istəyir ömür versin amin. müəllim. Bu mahnını siz oxuyanda Həsən də balaca uşaq idi. Elə baba nəvə ilə oynayırdılar, gəl görəsən. Amma doğrudan da tarixdir, bu qalır. Qaldı, hə. İnşallah o gün olsun, toyunda elə bu mahnı ilə İnşallah, başlayaq bəli, Allahın ona bir köməkliyi ilə. vaxtda onun uşaqlı şəkillərini orada verdirəsiz inşallah. Onu Həm gözəl, toyundan, gözəl o balacaqda bəli, orada bir bəli, yaradan bəli. Allah qoysun İnşallah. Yusuf müəllim, Can, Yusuf Mustafayev üçün dost nədir? mən sözün düzü, yəni bu yaşıma qədər gəlmişəm. Dost yaxşı şeydir. Deyən nə, məsələn, mənim 2000-ci ildə başıma bir qəza gəldi, yolda ailə uşağına gedirdim.
Cibimdə hər növdə pul vardı. Cavan vaxtlarımda. Bəli. Rus pulu da var, o birisi pul da var, o da var. Pul mənim karıma düşmədi. Çox adam deyir ki, dost nədir? Belə deyirlər ha. Bəli. Güya dost cibin pulu. Yox, o düz deyil. Dost adamı eləyə də gəlib karına düşür ki, orada sənin milyonlar olsa onun yeri verənməz. Tabi bu candan o ayası yoxdur. Mənim o ərəfədə, məsələn, dadıma dostlarım gəldi çatdı. Aha. Dostlarım gəldi çatdı, məni o bəladan hifz edilər. Yəni çıxartdılar. Bəli, bəli. Orada bu dünyanın malı mənə kömək olan mədir. Ona görə dost yaxşı məfhumdur, amma dostu gərək bazarsan, dostluğu bazarasın. Və belə bir də söz var, İlham müəllim, ham bu dəqiqə özün yox, başqalarının qınıyır. Bəli. Məsələn, qayıdır ki, amma belə bir deyim var, deyir ki, yaxşı adam kimdir? Deyir özün. Bəli. Bəs pis adam kimdir? Gərək deyəsən ki, o da özün. O da özü. Məsələn, qarşında olan dostunun həmişə müəyyən münasibətlərin olanda çox dərinə getməyəsən. Var, dostluqdan mən də yanılmışam, yəni ola bilər, bəlkə mən səhv olmuşam. Məsələn, mən durub günahın hamısını kimisə boyuna atanmərəm. Bəlkə mən, birincisi odur ki, bəlkə seçimimdə yanılmışam ki, əvvəldən yenə bilərdim, demək insan tanıyan olmamışam, cavan olmuşam. Amma bəlkə də, nə bilim, yəni, amma ümumən dost balaca şey deyil, böyük bir varlıq. Dost çox olur, yoxsa az olur? Dostluq ünsiyyətidir bəşəriyyətin. Dostluğun yaxşı bilək qədrin, qiymətin. Biri-birimizin xətrinə dəyməyək, çünki dost tapmaq asandır, saxlamaq çətin. Ümumiyyətlə, belə bir deyim var, mahnı da var. Dost ya bir olar, Bir olar, ya iki. bəli. Dəqiqdir, elə olur. Gözəldir, çünki deyir, dostluğu, sözü, sirdaşa vermə. Dosta vermə, dostluğun da bir dostu var. Bəli. Ona görə dost mehriban ya bir olar, ya iki. İndi zamana qarşı, məsələn, mənim sözün düzü duyayım da, indi bu dəqiqə bu yaşımda, lap bu dəqiqə iç dostum yoxdur. Dostlarım çoxdur. Bilirəm. Amma iç dostum yox. Ay, sağ ol. Bilirsiniz... Bəlkə də günah mənim özüm var. Yox, günah sizdə deyil. Sizə bir söz deyim. Bu günləri ümumiyyətlə incəsənət aləmində belə bir şey var. Deyən kimi, dostumuzdur, o bir dostumuzdur, o deyir dostumuzdur, bu dostumdur, bu dostumdur. Ay balam. Amma Allah rəhmət eləsin Cavanşir Məmmədovun belə bir kəlamı var idi. Yeri cənnətdir, yox. Və onun sözü mənim xoşuma gəlmişdi. Dedim, Cavanşir Məmmədov, dost kimdir? Ən yaxın adam kimi sayırsan. Qayıt dedi, saat 12-dən sonra qapı bağlanır. İçəridə kim qalırsa elə odur. Allah'ım and olsun, məkanı cənnət olsun. Düz də demişdi. Düz də deyir. İnsan dara düşəndə bilinir və insan darda bilinir ki, insanın ailəsi, uşağı, həyat yoldaşı, yəni ona dostdur, sirdaşdır, gözəl ailə. Düzdür. Gözəl ailə. Əgər ana sağdırsa ana, məsəl üçün, bunlardan başqa insana kim yana bilər axı? Düzdür. Yana bilər, amma ana qədər yana bilməz, bala qədər yana bilməz, həyat yoldaşı qədər yana bilməz. Elə nə sirrin, sözün varsa elə onlardan deyirsən, valla, elə siz də, mən də bugünə qədər məsəl üçün, öz həyat yoldaşımızın sözünə qulaq assaydıq, bəlkə də çox şey qazanardıq. Ola bilsin, ola bilsin. Düzdür. Yalan deyirəm də yalan deyirsən. Məsələn, mən son dövrlərdə bir iş görəcəm, onu müzakirəyə buraxıram. Bağlarımın, evdə də belə. Onlar gəlirlər, bu deyir belə, o deyir belə və orta məxrəcə gəlirəm, görürəm, ondan sonra mən qərarım verirəm. Ay, sağ ol. Amma cavanlığımda uşaqlar Cavanlığında yox, uşaqlar bacı idi, özünüz qərar verirdi. Maşallah, verirdiniz. məsələn, mənim bağlarım, görəm, indiki dövrü məndən çox olar, görürlər. Əlbəttə, onlar daha yaxşı seçirlər. Çünki müasirdirlər onlar artıq. Bəli, onlar artıq insanların psixologiyası yaxşı bilirlər. Biz qalmışıq, ilişmişik, Sovet devrində qalmışıq. Valla, onlar artıq biri danışan kimi onun danışığından tutur ki, bunlar nədir? Yox, elə biz də pis görüyoruz, zəddən gec də olsa, biz də insanlar o danışığından tuturuq. Siz maşallah köhnələrdənsiniz, elə gözəl günlər olub. Ay Yusuf mənim, Baloğlan Əşrəfovla sizi birləşdirən nə idi? Allah Baloğlan qardaşımın yerin cənnət eləsin, Allah rəhmət eləsin. Amin. Düzdür, biz cavan vaxtı hərəmiz bir bölgədə düşmüşdük, Keçörəyin dalıcan. Elə eşidirdim, məsələn, deyirlər, filan müğənni var, o eşidir, filan müğənni var. Sonra gəldi elə 2007-ci ildə onun başına o hadisə gələndə, ondan sonra elə bir qismət idi. Çünki onun bağları Elşən, Peyman,
o qədər yerində olan bir cavanlardır. Çox Onların ağıllı qadasını alın. balalardır. Mən o Elşəni, Peymanı heç vaxt Kənanımla Tərlanımla ayırmamışam və bala olan da o cür. Bəli. Biz qardaş olar həmişə və maraqlı bir şey var İlham müəllim. Gör möcüzəyə bax ki, Bağoğlan qardaşımın Elşən oğlu oldu, adını qoydu Yusuf. Peymanın oğlu oldu, adını qoydu Bağoğlan. Allah. Yusufla Bağoğlan təzdən iləri birləşdirdi. Gör nə qədər burada bizə bir-bizə istək vardı. Onun rəhməti anası, yeri cənnətli olsun. Allah rəhmət eylesin. Heç o məni Bağoğlanla, Bağoğlan məndən ayırmamışdı. Çox biz yaxın, iç olmuşduq. Çünki pak adam idi. Bəli. Düz adam idi, haqq adam idi. Bağoğlana bir dənə deyərdi ki, filan şey belədi, inanırdı. Mən onu dedim, Bağoğlan inanma. Yox, hala o düz deyər. Dedim, Bağoğlan inanma. Çox ürəyi təmiz adam idi. Çox. Yerin cənnət olsun. Məkanı qardaş. cənnət olsun. Allah bağları var, nəvələri var, ailə var. Sağlam can Amin, amin. Yadıma gəlir ki, mən bir dəfə uşaqlarımın ikisinin də biri 10 noyabrda olub, biri də 11 noyabrda doğum günü elədim. Elə siz də oradaydınız. Rəhmətli Bağoğlan müəllim də gəldi. İştirak elədi. Həmişə bir idi də, Bəli, bir idi. bəli. Ondan sonra bir müddət sonra özümün ad günümü elədim. Dedim, tabi Bağoğlan müəllimi də çağırmışam, Yusuf müəllim də ayıbdır da. Ta ikinci dəfə 4-5 ay keçib üstündən də. Olmaz. Çağırmadım. Bir də gördüm, ad gündən bir gün qabaq telefonuma zəng gəldi. Allah hamd olsun. Qaldırdım, yazıldı Bağoğlan Əşrəfov. Adə, deyirəm, sən qudurmusan? Allah hamd olsun. Deyirəm, Bağoğlan müəllim, deyir, ad gün eləyirsən, mənimlə Yusufu niyə çağırmamışsan? Deyirəm, ay Bağoğlan müəllim, uşaqları çağırdım, gəldiniz, Allah köməyiniz olsun. Xeyr, sabah mən də Yusuf da oradayam. Allaha hamd olsun, bax, onun kişiliyinə, sizin mərdliyinizə mən görmüşəm, görə. İndi ola bilər, indiki aparıcılar sizi məsəl üçün məni qədər tanıya bilməz. Çünki niyə görə ki, mən neçənci illərdən artıq biz yerdə Novruz bayramlarında, ondan sonra yeni il şənliklərində, verilişlərdə, konsertlərdə, tədbirlərdə, onda nədir, bir də 2 dənə kanal var idi da. İndi maşallah dolub hər şey. Yəni, belə bir... Bağoğlandan sonra neçə illər mən tək qaldım. Elə belə özünüzə yer tapa bildim. Özümdə təkliklə bilsən çətindir. Elə ondan sonra getdim, mən bilcəyə qaçdım ki, mən bu vəziyyətdən çıxmalıyım da, bu vəziyyətdən çıxmalıyım. Dostum var mənim, Axsulu balasıdır, Həsən ağa, babayı. Axsullar da yaxşı olur, hə? Allah'ın da olsun, Həsən ağanı elə bil, Allah mənə bir dayaq verib, arxa verib. O qədər mənim, hərənin özünə görə kaprizləri var da. O insan mənim, elə biləm ki, mənim balaca qaraş demirəm, amma yaşda məndən kiçikdir. Amma mən onu ağıllı, həmişə onu özümə böyük qaraş bilirəm. Yəni o qədər bir ağıllı insandır. Onu Allah qismət edir, bir yer döyür, hər gün bir yer döyür. Şükür. Məsələn, odur, Elşad Qarayevdir. Oturub bir Elşad da yerdə, yaxşı, Elşad müəllim də yaxşı adamdır. Elşad müəllim həmişə pozitiv insandır, deyil, gülür. Ona deyirəm, demək kaşı mən də səndə xasiyyətli olardım, nə yaxşı olardı. Elə ol da, olamaz. Ola bilməzsən, çünki niyə görə ki, artıq sizin xamırınız belə yorulub. Sizdə sərtlik var. Sizdə məsəl üçün bir şey düz olmayanda onun ciddinə gedirsiniz, qalxın, bu belə olmalıdır. Niyə belə oldu? Elşad müəllim yola verir. Elşad müəllim zamananın adamıdır. Hər zamananın şeydir, kimi göndərmişdi, kimsə zəh vurub ona deyib ki, bizə qız müğənni lazımdır. O vaxt olmuşdu, Rəmədi anasının yetər idi. Yetər var müğənni. Gedib, ay yetər ki, yetər. O gün anası Yetər xanım çıxıb, Allah rəhmət eləsin. Deyib, o Bakıda baza gəlmiş, anamı deyir, Elşadın anası. Elşad mənim komediyadır. Allah ona da uzun ömür versin. Bu yaxınlarda 70 illik oldu. Təbrik edirəm Elşad müəllimi. Allah ona uzun ömür, can sağlığı versin. İnşallah onu da dəvət edəcəm. Nə qalmışsınız, Allah sizə uzun ömür versin. Barmaqla sadalanan adamlar qalmışsınız, Allah sizə dəyməsin. Çünki incəsənətimizdə, mədəniyyətimizdə, televiziyamızda sizi kimi insanların olmağı daha yaxşıdır. Çünki o yabanı alaqlardan biraz uzaq olaq. Yabanı uzaq olaq inşallah. Burada mən onu deyirəm ki, yəni bizi də efirlər, maşallah efirlərimiz çoxdur. Məsələn, tutaq ki, mən bu efirə necə gəlməyim mən? İlham müəllim mənə desə gəl, niyə gəlməməliyəm mən? Allah köməyi olsun. O bir efir çağırır, oraya gedirəm. Ona da dururlar, o bayaq deyir, ağzı göyçəklər. Qayda, nə deyir, düşüblər efir, ayaq bala, işimdə. Efirə düşməyibləri, bilirsiniz, sizə bir söz deyim, əziz tamaşaçılarımız. Yusuf müəllim onda heç əməkdar artist deyil idi.
Yusif müəllim sənətkar idi. Cavan vaxtından mən Yusif müəllimlə biz işləmişik neçə il? 2000-ci ildən. 2000-ci ildən bir yerdə çalışmışıq, necə çalışmışıq? Tədbirlərimiz olub, dəvət eləmişik, gəlib, Allah kömək olsun. İndi də mən İlham Mirzəyev, Yusif müəllimə zəng vuram ki, Yusif müəllim, xahiş edirəm, mənim verişimə gəl. Yusuf müəllim necə gəlməsin? Necə gəlmir? O vaxtlar bir yerdə olmuşuq, indi desin, yox, gəlmirəm. Yusuf müəllim böyülü yeri gəlir. Amma o müəyyən insanların qınağına görə deyirəm, bax, inan efirlərdən biz istəyirib çəkirik arxaya ki, insanların qınağına görə, amma görəm lazım. Eləməyin. Çünki niyə görə siz qırağa çəkirsiniz, meydanı verəcəksiniz sənəti bilməyən insanlara. Yox, qoy gəlsinlər. Onlar da gəlsin. Olacaq, niyə gəlmir? Onlar hərənin öz Cavanların yeri var. qabağını kəsməmişəm ki, o cavanlarda mənim deyimim də var da. Məsələn, mən bağlarım qoymadım müğənni olmağa. Çünki özlərinin təhsilləri oldu, savadları oldu. Universiteti bitirdi qırmızı diplomla. Gördün maşallah. Ağıllı, dövləmizə yararlı gəldlərdi. İndi öz işlərindədirlər. Əlbəttə. Mən qoymam bu sənətə. İstedadları var idi. Maşallah. Maşallah, Tərlan oxuyub da, zətdə var. Çox gözəl səsi var. Öz içində bir hobbisində, öz içində o biraz... Qanda var da. Hə, Kənanda, Tərlanda yaxşı maşallah səsdə var. Hələ nəvələrim də şükür Allaha maşallah. Yusuf bəy, Tərlanla da Şadlıq Sarayı var idi da sizin. Can? Tərlanla da Şadlıq Sarayı var idi da. Tərlanla da vardı. Getdi, qalır o, yoxsa nə oldu? Yox, müəllim olun, mən 2001-ci ildə gördüm elə çox mənli deyir. Çünki Allah təala rəhmət eləsin, deyir, bir əldə iki qarpız məsələsi var. Gördüm, müğənnilən bu alınmır. Ona 2001-ci ildə övladımın birini toyun elədim, sonra dedim Allah, tövbə, 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 verdim, getdi. Elə qulağım da dincəldi. İnan əsəbimlə üzümün tökülmüşdü. İnan, İlham müəllim, çətin dilə şey. Bəli, Allah buna bərəkət versin. Min bərəkət. Allah şahiddir, Qurana and olsun. Bundan başqa bir yerdən çöp gəlirim yoxdur. İnanıram. Amma ağlım olub da. Bəli. Məsələn, bilmişəm, 5 manat qazanmışam, onu elə xərcləmişəm ki, qoy bir 3 manatca qalsın, gələn gün. Ağıllı insan elə olmalı. Düşməmişəm. Məsələn, bizdə var da insanlar. Bəli. Bilirsin, indi xarici dövlətlərə, yayda, ailə uşaqla. Bəli. Falan qədər məbləğdə pul gedir. Aha. Amma mənim bir də getdim, yor o bilci olub. Bilirəm. O qalan pulumu lazım yerə işlətmişəm. Düz eləmişsiniz. Ki, gəlib bu yaşıma gələndə kimsə mənə durub nəsə deməsin. Şükür. Allah sizi heç kimə möhtac eləməyib, eləməyəcək də. Çünki sizin ağlınız olub və bu günlərdə o istedadınız var. İnşallah. Bundan da sonra inşallah Allah sizin öz əməyinizi qismət eləsin. Çox razıyam. Ağıllı balalarınızın ruzusu gəlsin. Balaları, bu günləri qardaşları. Balaları böyüdmüşsünüz. Nə üçün? Balalar artıq ataya baxmalıdır. Bizdə olan birlik, məsələn, mənim müğənni Elçin Hüseyin mənim qaynım da, onun qardaşı var, Niyazdır. Onlar çox ağıllı bir qardaşlarlar. Yəni, məsələn, mən onları özümə qayn bilmirəm. Biraz qayn deyəcək, qayna nə olub ki? Qayn da yoldaşım qardaşı. Amma mən onlar inan ki, özümü övlad bilirəm. Onlar da sağ olsun, mənim o qədər yolum gətirirlər. Yəni, mənim bu ətrafım ki var, hamısına razıyam, hamısını... Allah onlara kömək olsun. Reklamlara ayrılaq, reklamlardan sonra söhbətimizi davam edək. Reklamlar əziz tamaşaçılar. Yusuf müəllim, reklamlardan qayıtdıq. Doğrudan da maraqlı söhbətlər var. Yusuf müəllim, insanların ümumiyyətlə, bax bu yaşa gəlmirsə, Allah uzun ömür versin, can sağlığı var olasın mənim. Hərə öz ömrünü yaşayır. Allah həriyə kimə nə qədər ömür veribsə, Yusuf Mustafayev, İlham Mirzəyevin ömrünü yaşanır, İlham Mirzeyev də Yusuf Mustafayevin ömrünü yaşanır. Allah kimə nə ömür veribsə, şirin can sağlığı ilə yaşasın. Əksinə o insanlar ki, deyir, sən niyə belə yaşayırsan, onlar elə bir növzən bilə Allahın əksinə gedirlər. Onlar günah qazanırlar. Əlbəttə. Çünki ömür verən Allahdır. Biz kimi üçün qardaş? Ay Yusuf müəllim, qurban olum sizə. Kişi üçün yeri gəldi 70 yaş nədir ki? Ölənləri rəhmətlidir. Valla nədir ki 70 yaş? Vallahi. Nədir? Mən 100'ü yaşamasam, şəxsən mən. Mənim demədi, atam 88 yaşında idi. Maşallah. Bax, top kimi idi, Allah kömək olsun. Sadəcə anam təzyiqdə rəhmətə getdi, anam da yaxşı idi. Allah rəhmət eləsin. Kişi dedi bana, mənə dəymir. O qədər onların arasında bir-birinə istək vardı. Bəli. Anam rəhmətə gedəsə, atam dedi dəymir. Mən o arvadı ona təş qoymaram. 88 yaşında sap sağlam kişi çıxdı getdi. Yəni nə bilsin ömür nə qədərdir? Nə bilim. Bəlkə mən çıxacağım yolda öləcəm. Bəlkə sabah öləcəm. Allah eləməsin. Ay insanları qarışmayan, Allahın işinə qarışmayan. Ay Yusuf bəlim qurban olum sizə kimin nə işi var, kim nə qədər yaşayır? Mən bura etirafa gəlməmişəm, burada günahı hamının cəmaatında yıxam. Cəmaat demirəm. Amma bu deyirəm, xain xislətli insanlar ki var. Paxıl, təbiz. Məsələn, mən hamı ilə xoş danışıram. Bilirəm. Onu mən başıma vururlar. Niyə? Rəylərdən.
Ona buna yaltaqlar. Deyirəm, mən niyə yaltaqlaram? Ay şurat çörəyimi istəmirəm, çayımı istəmirəm. Bəli. Qurban göydə Allahıma. Bəli. Yerdə mənim bu dövlətimə, bu rahat gəzirəm əmin-amanlıqdır. Qurban mən bu günlərə. Bəli. Düz deyə yox. Bəli, düz deyə. Onda yox, yaltaqlar. Ay niyə yaltaqlaram? Onları Çünki deyir, deyirəm də. qulaq, deyir, insan qulaqdan kökələr. Bəli. Belə bir söz var. Yəni, nə qədər insan xoş söz eşitsə, o da onun əhvalı yaxşı olacaq. Yusuf Ömrü uzun olacaq. siz hər şeyin ciddinə gedirsiniz. Siz həssas insansınız. Çox həssasam. Həssas insansınız. Onun bədbəxtçiliyidir. O əlbəttə İraq bədbəxtçilidir. Bax şəxsən mən. Arsız deyirəm də, Ay arsız. Yusuf, mən qurban olum sənə. Nə olsun? Mən bu dəqiqə qoyurlar məsəl üçün. Mən sosial veriliş aparmıram. Mən artıq aparıram bu etirafı. Bəli. Bəzi o sosial veriliş aparanlarla, onlar da bizim dostlarımızdır. Amma sosial veriliş aparmıram axı. Ailə münaqişələrindən danışmıram. Ondan sonra indi bir period idi, o birisi kanalda apardım, o da bitti getdi. İndi onların da şəklini qoyublar, mənim də şəklimi qoyublar. Onlarla bir yerdə məni də söylürlər, onlar da söylürlər. İndi nə qayrım? Gedib tutub öldürüm, məsələn. Söyüşlərə də söyüş gözünə gedir. Ay sağ olun. Qarğış eləyən də qarğış gözünə gedir. Elə bunu təriflə ki, qoy Allah da sənə bir təriflə görə, sənə bir suab yazsın da. Yusuf müəllim, qurban olum sizə. İnsanın xisləti gözəl olmalıdır. İnsanın zatı pak olmalıdır. İnsanı qandan gəlməlidir. İnsan var ki, görür bir adam bir bahalı maşınla gəlir, ona paxıllıq edir ki, niyə bunun var, mənim yoxdur. O bahalı maşını alınca stres var, depresiya var, şəkər var, o birisi var. O adamın can sağlığı gedib, onu əldə edəcək. Sən də get zəhmət çək, al. Allah hamıya gözəl belə ev, eşik, maşın, at, sarı qismət eləsin, qazan, zülüm çəkən. Güya mən adi aparıcıyam. İlham Mirzəyev olunca bu dırnaqlarımla gör eşik gəlmişəm. Başım nələr çəkdi, nələr gördü. Əlhəmdülillah, şükür Allahın bu gününə. Allah haqla olsun. Allah haqla olsun. Ona görə də siz onlara fikir verməyin. Şəxsən mən orada yazılanların birini də oxumuram. Yox, son dövrdə oxumuram. Ağlı adamlar oxumur. Oxumuram, deyirlər, tərlər olun deyir. Ağlı adamlar oxumur. Deyir, oxuma, oxumuram. Oxuma. Amma bir dənə sözüm, son dövrdə orada insafa gəlirlər, da o qədər adam pisləmir. Mən sizə bir söz deyim. Mən sizə bir söz deyim ki, sizlə onlar da belə danışıb görürlər, biz dostlarım. Deməli, TikTokda açıram canlı. Biri yazır Salam İlham mənim necəsiz, o birisi yazır Salam İlham mənim necəsiz. Çoxdur da, adam çox olur, görə bilmirəm. Biri görürəm ki, nəsə söyüş yazır. O saat o söyüşün cavabı verirəm, orada da mənə yazırlar. Nə oldu, hamımız deyir, müəllim necəsən, sənətkar necəsən, heç bizə cavab vermirsən, söyüşə o dəqiqə cavab verirsən. Bax, bu bizim qanımızda da var. Bu bizim qanımızda da var. Ona görə də fikir vermək lazımdır. Əgər kim ki 100 il yaşamadı, günah onun özündədir. Allah eləsin, bu TikTok bağlasınlar. Ay Yusuf müəllim, mən TikTok'u bağladılar ya bağlamadılar. Sən de ondan bəlası çıxacaq, ondan başqa Ay çıxacaq. ondan da betəri çıxacaq. Valla, billah, ondan da betəri çıxacaq. Deyir, o eşitmişsiniz də o bir cavanla bir yaşlını çarmıxa çəkirlər, şah. Deyir, Allah hələ bundan sonrasını gözləyir. Allah deyir, deyir, boğazımızda kəndir var, bundan sonrası nə olacaq? Yəni Allah bir möcüzə ilə, yəni bundan da betəri çıxacaq. Amma ayaqlaşmaq lazımdır. Niyə? TikTok'un özündə də bu dəqiqə tərbiyəli, ağıllı, evdar xanımlarımız var ki, işləri yox, gücləri yoxsa ev işləri görə baxırlar. Özləri istəyər. TikTok o demək deyil bir-birini söyəsən. TikTok qəşəng, məsələn, mən psixoloqam, psixoloji söhbətlər eləməliyəm. Ağsaqqal söhbətlərinə qulaq asmaq lazımdır. Ondan sonra insanları rahatlaşdıran, insanları depresiyadan uzaq edən, gözə mahnı, məsələn, müğənni isə mahnılar oxumalıdır. Çox gözəl şeydir bu. Amma sadəcə bizinkilər istifadə eləməyə bacarmırlar, bəziləri. Ona görə də fikir verməyir, boş ver. İlham müəllim, sənə qurban olum. Aycan. Bir də orada mənə bayaq xanım dedim mahnı. Orada mənim bir mahnım var, qorxuram deyir. Allahıma ağ olmaqdan qorxuram. Allahıma ağ olmaqdan. Evimə haram gətirmədən qorxuram. Balamı az yatırtmadan qorxuram. Elə bir, yəni, elə sözlər var. Bəli, bəli. Yəni, o İrəmətdin Üstad Kəsəmənin bir şeiri vardı. Oğru olmaq istəyirəm. Yəni, insanların o pis xislətli insanlarından, yəni o pis fikirləri oğramaq istəyirəm. Falan şeyi oğramaq istəyirəm. Bu da Təbrizə xanım, Allah saxlasın, Pünhan Astral Balasıdır, məktəb direktorudur, pedaqoqudur, gözəl bir insandır. Yusuf Mustafayev bu dünyaya,
bu dünyaya, bax, indiki zamanı ilə, bu dünya ilə də demək olar ki, dünya deyəndə anadan doğulduğumuz vaxtdan demirəm ha. Hal-hazırda artıq indiki vaxtdan danışıram. Barışırsınızmı bu dünya ilə? Necə eləyib? Barışırsınızmı? Barışmalıyam, başqa mənim yolum yox. Çarəm yoxdur. Bəli, barışmalıyam. Barışmayı bilməyəcəm. Heç. Çünki həyat şirindir, yaşamaq istəyirəm. Bəli. İstəyirəm sağlam olam. Allah qoysa nəvələrimin toyunu görür. İnşallah. Oturam uzaqdan, seyrələm bu gözəllikləri, bu günü-gündən gözəlləşən Azərbaycanımızı. Baxırsan, hər yerdə bu dəqiqə hər şey abadlı gedir. İstəyirəm yaşayam, baxam və həzz alam, ləzzət alam. Başqa necə ola bilər? Ona görə dünya yer-gedə adama şirin gəlir. Doğrudan Yusuf bəlim, bax indi açığı deyək də, Bəli. yenə deyirəm, 70 yaş kişi üçün yaş deyil, açığı deyim. O vaxtı kişilərimiz olub ki, 90, 100, 110 yaşayıblar. İnsanları bilirsiniz nədir? Stres, depresiya, əsəb, hirs. Əgər insan özü-özünə inanın, əgər baxsa, çox şey boş versə, vallahi yaşayar, çox yaşayar. Bir dəfə müəllim, sizin sözün qüvvəsi 90 yaşı varmış kişinin, deyiblər ki, ay kişim, nə yaxşı maşallah çox yaşayıbsan. Deyib, vallahi heç bir şeyə fikir verməmişəm, əsəbdən qaçmışam, kim nə deyib elə yola vermişəm. O birisi qabda, ola bilməz, belə əsəbi deyib, hə bala, sən də düz deyirsən. Deyibəm, onu da yaşayarsan. Vallahi elədir. İnşallah. Doğrudan mı Yusuf bəlim, insan yaşlaşdıqca daha yaşamağa meyilli olur? Oy, nə danışsan? Nə danışsan? Allah hamd olsun. Hər şeyin... Sən mənim canım, bax düzünü deyir. Sən mi deyirəm, sözün düzü. Məsələn, düz deyib, cavanlığa yaşamazsan ki, bağları bir tərəfə çıxarırsan. Yəni, həyat da. Bəli. Amma, məsələn, çünki deyir, arzudan arzu doğur. Bəli. Bəli. Və arzudan nə vaxt tükəndi, onda sən yoxsan. Ay, sağ olun. Ona görə hələ mənim hələ nəvələrimin, onların başına dönüm. Birdəki deyir, niyyətin hara? Mənzilində ora. Mənim o balaca adaşım var, Yusman balam var. Allah saxlasın. Tunar balam var, Turan balam var, Asman balam var, Üzeyir balam var. O birisi də, məsələn, 5 oğlan, 5 qızdan nə Allah saxlasın. Onların başına dönüm, onların toylarını görmək istəyirəm inşallah. İnşallah. Allah nəsib eləsin. Amin. Allah deyir ki, ey mənim bəndəm, istə məndən ki, verim sənə. İstə, ürəkdən istə. Xoş niyyətli ol. Bəli, xoş niyyətli ol, pozitiv ol. Pozitiv ol, negativ enerjilərdən uzaq ol. Bədbin olma, nişbin ol. Bəli, elə bu pozitiv enerji ilə də verişimizi tamamlayıram. Sağ ol. Və deyirəm ki, Yusuf müəllim, inşallah o nəvələrinizi də evləndirəndə gedirsiniz, bizim sponsorumuz var, Gözəl Divan Konsept Mebel mağazası. Xalqlar Dostluğu metrosunun yanında gözəl, belə elə sizin zonalardan yaxındır. İnşallah gedir sonra bütün mebelləri oradan götürürsünüz inşallah. Sizə can sağ olun. Özdə mən bir adət var. Nə alsam, pulum verməsəm almıram ha. İndi kimlə indirim eləyəcək, Allah canını sağ eləsin. Amma mən hava işindən xoşum gəlmir. Hava iş adamı baha oturur. Allah sizə uzun ömür versin, can sağlığı versin. Ay Yusuf bəlim, görün neçə ildir biz sonuncu görüşümüz olub verilişdə. Hardasa 2012, 2011-ci illərdə, indi də gəldi, indi bu etrafda. Allah o gün olsun inşallah 75-80 il, 100 ilə bax, mənim bu verişimdə qeyd edərsiniz. İnşallah. Mən sizə təşəkkür edirəm verişə gəldiyiniz üçün. Minnətdaram. Çox sağ olun ki, yaxşı ki siz varsınız. Var olun ki, sizi həmişə çoxlu-çoxlu etiraflar eləyək. Gələsiniz artıq nəvələrinizi doylarına daşıyasınız. Səndən dedim başıya dönüm. Özüm nasıl diyorum, mənim qanımdadır. Bilirəm. Evimdə mən məsələn bir sən çay istəyirəm. Allah haqqı neyinim, mən vur öldürüm mənə qardaş, mən buam da. Mən acı danışamıram. Deyirəm qurban mənə bir sən çay verin. Dostlarım, mən niyə qurban? Deyirəm qardaş, o mənim yazılıb, o kompüter, beynimdə o yazılıb, həkk olub. Sizi mən cavan vaxtdan da tanıyıram, elə belə danışmışsınız, belə də danışın və belə də gedin, heç kimə fikir verməyin. Həyat yaşamağı bacarağındır. Sizə çoxlu ömür arzulayıram. Xalqımız, millətimiz, dövlətimiz, o qazi bağlarımıza Allah can sağlığı versin, şəfa versin. Amin. Şəhid bağlarımızın valideynlərini əllərindən öpürəm. Yerlər cənnətlik olsun. Və onu deyim ki, Allah hamd olsun. Bu cür Azərbaycanda yaşamağa dəyər. Allı açıq vətən övladları yox. Onda yaşa. Var ol. Yaşa sənətkar. Sizin ifanıza bir mahnı ilə yekunlaşırıq. Özə nə gəlir, nə qazandıq, nə itirdik ömrümüzün yollarında. Bəli, nə qazandıq. Bir balaca uşaq idik. Bəli. Sanardık ki, bir dağ idik. Uşaq vaxtı da morru gəliyor axı. Bəli.
Hə, nə qazandıq, nə itirdik. İndi mahnı da deyəcəksiniz. Hə, Razım Paşayev, ruhu şad olsun. Amin. Sözü də Mustiyonu'ndur. Onu mənə yazdı, verdi. Ay yarımına sonra rəhmətə getdi. Allah məkanı Onun ailəsinə cənnət buradan eləsin. salam deyirəm.